Cəlilabad rayonunda 10%-ə yaxın suvarılan torpaq var. 90% dəmiyə şəraitdir. Amma quraqlıq salınmayıb sığortaya. Təkcə mən yox, bütün fermerlərin ən çox əziyyət çəkdiyi quraqlıqdır. Quraqlıq da o paketdə yox. Quraqlıqla bağlı suvarılan torpaqlardakı kimi, digər sığortalardakı kimi sığorta yoxdur bizdə. Səbəbi də onunla bağlıdır ki, quraqlıq çox böyük riskdir. Burada Su Ehtiyatları Agentliyi əyləşibdir. Burada ölkəmizin ərazisini götürsək, yarıdan çoxlu elə dəmiyə ərazidir. Orada həmin ərazidə hadisə baş versə, fondun vəsaitləri heç buna kifayət eləməz. Və indi müzakirə gedir ki, həm gücümüz çatan olsun, bəyan eləyək, sonra deyək ki, alınmadı, bu dövlətimizin xidmətinə və onun o fəlsəfəsinə uyğun deyil. Bacardığımız güzəşti müəyyən eləyək, hansı formada bacara biləcəksə, həmin formada da bu tətbiq olunacaq.